Tələsməmək ömrünü nə qədər uzada bilər, bilirsənmi? Evini təmizləyəndə tələsmə, yeməyini yeyəndə tələsmə, maşın sürəndə tələsmə, harasa gedəndə birinci olmağa, tez çıxmağa çalışma. Tələsmək birinci növbədə sənə stres verir, ürək döyüntün yüksəlir, nəfəs almağın tez-tezləşir, əsəblərin nə qədər sakit olacaq. Çünki sən tələsməməklə əslində aram və huzurlu şəkildə həyat yaşayırsan. Gördüyün işlərin fərqində ol. Məsələn, indi yemək yeyirsənsə, bütün diqqətin yediyin yeməkdə olsun. Tez bunu eləyim, sonra bunu eləyərəm, ondan sonra bura gedərəm, onun ardıca tez bunu eləmək lazımdır. Bu kimi düşüncələr, bu kimi fikirlər səbəb olacaq ki, sən avtomatik olaraq tələsisən, stres yaşayasan və normal həyatın ləzzətini anlamayasan. Düzdür, bəzi astagəl adamlar var, keçib yolun soluna, maşını elə sürür ki, arxadakı sürücünün ürəyi partlayır hardasa. Demirik belə olaq, hərəkətimizə yavaşladaq ki, yanımızdakının ürəyi sıxılsın. Amma normalda da fikir versəniz, biz çox tələsən millətik. Hər şey deyirik ki, tez bunu eləyim, çıxsın aradan. Amma düşünmürük ki, bu demək ki, sənin həyatın, sənin ömrün çıxır aradan. Yəni, sən əslində fərqində olmadan yaşayırsan. Sənin günlərin belə keçir, saatların belə keçir. Tələsən tərsə düşər. Tələsəndə beynin də tələsir və yanlış qərarlar verməyə başlayır. Ona görə deyirik ki, tələsmə, həyatın fərqində ol və xoşbəxt yaşa.